Değerli izleyicilerim, ben bugün size Zabrat'ta güzel bir tane ev təqdim edeceğim. Evimiz gördüğünüz gibi maşın girəsi həyəti var. Sonra evimizin padvalına düşmeye buradan imkan var. Gördüğünüz gibi böyle padvalda qupqurudur. Yani padvalda hiçbir nəmişlik yoktur. Ayaq üstə gəzmək mümkündür. Görürsünüz evin reşotkaları hamısı vurulub. Ve evin giriş hissəsi. Evimiz 2 sotla inşa olunub. Görürsünüz burada şəxsi evdir, şəxsi tikilidir. Koridorun böyüklüyünə baxırsınız. Həqiqətən çox genişdir. Burada hamam tualet ayrı-ayrıdır. Deməli, bax bura. Görürsünüz. Hamam tualet. Burada nəticədə yəqin burada əldamızatdır. Hə, burada kladovkadır. Kladovkadır. Sonra bura zal. Zal baxırsınız geniş, işıqlı, pəncərələri görürsünüz. Hamısı öz həyətinə baxır. Bütün kommunalları var. Əsas yoldan, yəni marşrut yolundan 30 metr, 40 metr məsafədədir. Bura yataq otağı. Görürsünüz yenə geniş, qəşəng yataq otağı. Yəni hər yer təmirlidir. Evdə yəni təmir elənəcək heç bir şey yoxdur. Bax görürsünüz evin. Görürsünüz böyük bir kukla. Kim alsa o kukuların üstündə hədiyyə verəcək. Hə, bax burada mətbəxi. Mətbəxdə genişdir, həqiqətən zal qədər elə genişliyi var. Mətbəx mebeli təptəzədir. Gördüyünüz kimi bax bu aspiratordur, qaz peçidir, qalacaq. Mətbəx mebeli qalacaq. İstilik sistemi kombidir. Yəni o da sözsüz ki qalır. Görürsünüz radiatorları filan. Hər şey qəşəng qaydasında. Evin qiyməti 90 minə, 89 minə deyirlər, aşağı yeri olacaq. Buyurun gəlin, alın, belə bir gözəl evə sahib olun.